ziyarətində oxuyursan, tibtum və tavbətil ərzulləti fiyhə dufintum. Həm özünüz pakləndiniz, həm topraq içi yatdınız, onu da paklədiniz. Belə təharət verir. İstədim sənə təharət verəm. Gəlmədin, mən getdim, heç nə mənə səndən istəməyəm. Dey, elə aram hərəkət ediydi ki, uşağın əlindən tutmuşdu, yolu yeriyəydi. Aramışı məni öldürdü Əbu Abdullah Hüseynin. Elə bir dünyanın hamısı Hüseynin leşkəridir. Tamam aləm. Elə aramışla gedəydi. O qədr bu cümləni Ubeydullah Cavfi Kufədə dedi, divanə oldu. Hey özünə dedi, Ubeydullah, bir də Hüseyin tapacaqsan. Hüseyin dedi, gəlmədin, vay olsun sənə. Bir gün üstə düşdü, şəddi fəratə qərq oldu. Əli bir yerə çatmadı. Onlar ki, bəsir idələr, bu yolu getdilər. Kərbəlada 2 dənə peyğəmbərəsan yollayıbdı Ömər ibn Səd İmam Hüseynin üstündə. Biri adı budur Kəsir ibn Abdullah, çox bədxulq adamdır. Dünya tələb, işi ata nal vurmaqdır. Cəngə gəlib ticarət dalısıcadır. Hər kəsin atına nal pul alır. Elə həmin şuğlində qaldı. Məqam nallıqdan yuxarı getmədi. Xəbasət-i dəruni ilə. Ömər ibn Səd dedi, kim gedək? Əbu Abdullah Hüseyndən xəbər gətirək ki, görüm nəyə gəlibdi o səhra-i Kərbəlaya. Dedi, mən gətirirəm və öldürürəm. Gedim əlan öldürüm gəlim. Dedi, yox, öldürmə, fəqət xəbərcə. Getdi, uzaqdan səslədi. İmam buyurdu, kimdir? Əbu Samamə ki, xeymə imamın qapısında dayanmışdı, buyurdu, şərru əhlil ərz. Yeryüzünün şərrindən əhlil ərz. Ulaikəhum şərrul bəriyyə. Bəni Ümeyyə şərri bəriyyə idilər afərinişdə. Şərri zəmindir. İmam buyurdu, nə istey? Dedilər, nə istəysən? Dedi, istəyəm İmam Hüseyinlə danışam. Əbu Sumamə dedi, şəmşiri qoy yerə. Dedi, mənə deysən şəmşiri qoy yerə. Əbu Sumamə dedi, pəs mənə şəmşirdən qorxu deysən. Bilməysən, biz Allahla müamilə eləyib burada dayanmışıq. Əvvəl canımızı Allaha satıb burada dayanmışıq. Əgər qədəmindən götürsən, öldürürəm. Şəmşirin çıxartmadı, nasəza dedi, qeyddi. Ömər ibn Sədə dedi, bir iddəni gördüm, möhkəm dayanıblar. Tamam vücudları ilə difa eləməcə. Ondan dedi, bir kəs yoxdur. İkinci peyğəmbərəsan Xuzeymə idi. Bu da müntəziri fürsət idi. Dedi, mən gətirirəm sənə peyğəm. Hərəkət elədi, gəldi, dayandı. Səslədi, Əssəlam aleyk ya Əbu Abdillah. Səslədi, Əssəlam aleyk ya Əbu Abdillah. Ondan imam cavabını səlamın verdi. Dedi, kimdir? Dedilər, rəculun fihi xeyrun, yaxşı kişidir. Amma iştibah eləyib, gəlib də qoşulub Ömər ibn Sədin leşkərinə. İmam buyurdu, icazə verin, gəlsin. Ondan Zuheyr ibn Qeyn çıxdı qabağına, dedi, əsləhü qoy yerə. Qoydu əsləhəsin yerə. Gəldi, varud oldu xeymiyə, düşdü imamın əqinə. Üzün qoydu imamın qədəminə. Atamanam sənə qurban, niyə bu bəlalı meydana gəlibsən? Kim səni buraya gətirdi? İmam buyurdu, kutubəkum, bu namələri üz, bu kisədə baxın, bu namələr, get sahibə, yəni Ömər ibn Sədə, decinəm, bu namələr Hüseyni buraya gətiribdi. Dedi, ağa, mən getmərəm, mən illəzi yaxtarın narı ələl cənnə. Kimdir behişti qoyub cəhənnəmə getə? Allah bilək o qədr məhzərində dayanıb şəmşir vuracağım, ta qanıma bələşəm. Buna xatır gəlmişəm, gedən döyürəm, bəsirətə bax, şəhid oldu. Bağlamışdılar atın quyruğuna, cənazəsin meydanda fırreydilər əsəbaniyyətdən. Amma məqami fəthə çatdı. 2 qardaş gəliblər Kərbəlaya. Biri Əli ibn Abdullah'dı, biri Səid ibn Abdullah. Elə baxcayı Səid dedi, Əli gedək, qoşulaq Əbu Abdullah Hüseynə. Dedi, mən gəlməyəm. Dedi, mən getdim. Ha, getdim, hətta su da var idi, vardı olanda. Dedi, içməyəcəyəm, yeməyəcəyəm. Ya ibn Rasulullah, müntəzirəm onun Zəhranın əlindən amı qozaracağım. Nə qətt dedilər, dedi, yox, nə yiyəcəyəm, nə içəcəyəm. Müddəti ki, xidmətində varam. Susuz gedəcəyəm, ac gedəcəyəm, ta onun Zəhranın əlindən alam. Vaxtı imam namaza dayandı, aşiqanə tirlərin qabağına qaçdı.
Əvvəl həlqə vuranda imam dedi, bu cür qaçaysan, sənə tir dəyər. Ərz elədi, ağa elə ona xatır qaçıyam, mənə tir dəyər də. Qaçıyam, mənə tir dəyər. 13 dənə ox dəyəndən sonra yıxıldı. İmam namazından farıq oldu, gəldi, başın aldı dizi üstə. Bir gözlərin açdı, baxdı imama. İmama ərz elədi, ağayı mən o beyəti ki səndən eləmişdim, vəfa elədim. Həl vəfeytu, aya vəfa elədim. İmam buyurdu, bəli, vəfa elədin. Əlan anam Zəhra əlində kase-i Kosər dayanıb səni sirab eləməyə. Get, anama mənim də səlamımı yetircinən. Gözüm bağladı, getdi. Bax kinəndə həmasiyə. Hamını gəliblər burada fürsətdən istifadə eləylər. Həmasə yaradıylar. Hala ki gəlirsən, Əhl-i Beytin süfrəsinin üstündə burada dayan cinən, möhkəm dayan cinən, qorxma cinən. Burada məqam İsardır, gərək məqam İsarda dayanasan. Onlar ki Azərbaycanda hərəkət elədilər, bərai hicab mübarizə elədilər. Onlara buradan deyəm qorxmayın, şəhadət. Əgər amadə-i şəhadət oldunuz, düşmən əqəbnişini eləyəcək. Düşmən sizin təvəccüh bedindən qorxubdur. Azərbaycanda bir inqilab-ı mənəvi yaranıbdı. Mənim aşinalıq vardımdı, irtibat varımdı. Ayəndədə Azərbaycan mərkəzi din olmalıdır. Düşmən ondan qorxey, Yahud ondan qorxey, Səhyonizm ondan qorxey, Amerika ondan qorxey. Dövləti Azərbaycan gərək həvasın cəmliyə, dinlə mübarizəyə gəlməyə. Bilə biz Aşurayı, Şiə Aşurayıdır. Aşura başı qıssa, Şiə amadədir şəhadətə, qan verməyə. Amma dinindən dalı qayıtməz. Gərək bunu bilələr. Həması sazan, yəni Aşurayı oldun, gərək həması saz olasan. Həması sazdılar. Onlar ki, dərun-i məmləkətdə bomb partlatdılar, ta inki dəstəcat-ı şiəni, hətta əhl-i sünnətdən əzadarı eləyənləri şəhid elədilər. Bir sünnər yuridunə liyutfu'u nurallah, iradə eləyiblər, Allahın nurun xamuş eləyələr. Vallahu mutimmu nurihi vəlau kərihəl kafirun. Allah bu nurun tamam eləyəcək. Aşura müttəsil olacaq məhdəviyyətə. İnşallah bu pərçəmi İmam-ı Zaman əlinə alacaq. Allah İmam-ı Zamanın zuhurunda təcil eləcinə. Allah xalisanə salamlarımızı İmam-ı Zamanın məhzərinə iblağ eləcinən. Bar ilaha aqibəti əmrimizi xeyrə xətm eləcinən. Bismillahirrahmanirrahim. Vəl asr. İnnel insane lefi khusr illellezine amenu ve amilus salihat ve tevasav bil hakki ve tevasav bis sabr. Sadakallahul aliyyul azim.